Və inna ənzəlnahu fi leylətin mübarəkə. Biz onu mübarək gecədə nazilləmişik. O mübarək gecə hiyə Fatimə. O Fatimədir. Çünki bu hədisi təyid edən bir hədisimiz də var. Yadınızda olsa oxumuşam. İmam-ı Baqir ağa buyurur. Soruşurlar, ağa Qədr gecəsi nədir? Ağa buyurur, Leylətul Qədri hiyə Fatimə. Fatimədir Qədr gecəsi. Ağa niyə? Bir mənasını deyir ağa. Ağa deyir bunu. Deyir bir mənasını. Necə Qədr gecəsinin fəzilətini bilmir insanlar? Fatimə də sirdir. Qədr gecəsi sırr olduğu kimi Allah Fatiməni adlandırır Leylətul Qədr. Yaxşı. Fiha yufraqu kullu əmrin həkim. Yəni o Fatimədən çoxlu xeyirlər, hikmətli əmrlər ayrılar. Bu nə deməkdir? Buyurur, ağa buyurur. Deyir, əgər bu ayələri belə təfsir eləsək, belə olar. Ey Muhammed, hamin, ey Muhammed. Vəl kitabil mübin, and olsun Əliyə. Ey Muhammed, and olsun Əliyə. Biz Əlini Fatimədə nazil elədik. İnna ənzəlnahu fi leylətən mübarəkə. Biz Əlini Fatimədə nazil elədik. Fiha yufraqu kullu əmrin həkim. Və o gecədə ayrılar bütün hikmətli işlər. Yəni Fatimədən ayrılar imamlar, ondan qalan xeyirli imamlar. Ayə İmam Musa Kazım aleyhisselam Allahu Ekber bunu deyir. Bu rivayətin dalı uzundur. İmamla o Nəsraninin söhbəti kim istəsə Üsul-i Kafidə İmam Musa ibn Cəfər aleyhisselamın təvəllüdü babında oxuya bilər. Biz Əlini Fatimədə nazil elədik. Biz Qur'anı Qədr gecəsində nazil etdik. Allahın lənəti olsun zalimlara. O kəslərə ki, insanları Allah yolundan saptırır, onu əyri göstərməyə çalışır. Onlar yer üzündə Allahdan yaxa qurtara bilməyəcəklər. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər. Onlar özlərini ziyana uğradarlar. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır.